Değerli izleyiciler, hamınızı salamlayırıq, kanalımıza hoş gəlmisiniz. Bugün biz qış üçün qırmızı qarağatdan soyuq mürəbbə hazırlayırıq. Qırmızı qarağat olduqca faydalı meyvədir. Əksəriyyət qırmızı qarağatı yəqin ki tanıyır. Onun faydalarından da yəqin çoxlarınız xəbərdarsınız. Əgər xəbərdar olmayanlar üçün mən bir qədər onun faydalarından danışmaq istəyirəm. Hal-hazırda yaydır. Qırmızı qarağatın meyvələrinin tərkibi üzlü turşularla zəngin olduğundan susuzluğu aradan qaldırır. Oruç tutanlar üçün o başlanlıqda bir ovuc meyvələrindən yesəniz gün boyu susuzluq hiss etməyəcəksiniz. Lakin bəzilərini onun toxumları narahat edir. Çünki toxumları iridir. Əgər bu sizi narahat edirsə, az şəkərli həlimini hazırlayıb, indi biz o şəkildə hazırlayacağıq. Həlimini hazırlayıb da yeyə bilərsiniz. Çox faydalıdır. Ürək bulanmaya faydalıdır, iştahını artırır. Ağır xəstəliklərdən sonra orqanizmi bərpa etməyə kömək edir. Artıq xolesterini orqanizmdən çıxarır və ürək damar xəstəliklərinin profilaktikasında olduqca faydalıdır. Qanı duruldur, infarktın, iflicin profilaktikasında faydalıdır. Yüngül işlədici xüsusiyyəti vardır. Mövsümündə mütəmadi istifadəsi xroniki qəbizliyin də qarşısını alır. Yüngül ağrı kəsici, tərlədici, hərarət salıcı xüsusiyyətləri vardır. Duzları orqanizmdən çıxarır, yüngül öd qovucu xüsusiyyəti vardır. Bəzi xərçəng növləri üçün olduqca faydalıdır. Yəni faydasını saymaqla bitməz. Mən hələ onların çoxunu sadalamadım. Maraqlananlar girib axtarıb baxa bilərlər. Biz buna qırmızı quş üzümü də deyirik. Lakin əgər axtarsanız qırmızı qarağat adı ilə gedir. Qırmızı qarağatın faydalarından bu qədər. Əgər sizi maraqlandırdımsa, maraqlıdırsa ki, biz necə hazırlayırıq qırmızı qarağatı, buyurun bir yerdə hazırlamağa başlayaq. Hər şeydən əvvəl qırmızı qarağatları yaxşı-yaxşı axar suyun altında yuyuram. Bir də aşüzənin içərisinə tökürəm, altına da bir ləyən qoyuram. Ləyənin içərisinə aşüzəni qoyuram və axar suyun altında yaxşı yuyuram. Baxın, belə bir meyvələrdir, salxım şəkilli. Belə meyvədir. Yuyandan sonra masanın üzərinə təmiz pambıq parça sərirəm. Pambıq parçanın üzərinə meyvələri töküb yaxşı quruduram. Belə sərirəm hər tərəfinə. Nazik şəkildə sərirəm ki, meyvələr qurusun. Burada kilo yarım mənim meyvəm var. Mən əvvəlki videolarımda da demişəm ki, həm mürəbbə hazırlayanda, həm belə soyuq şəkildə hazırlayanda bir növ meyvədən çox almıram. Meyvələr də müxtəlifdir, satışda müxtəlif meyvələr var. Mən mövsümü boyu müxtəlif, onda həm də mürəbbələrin dadları da fərqli olur, elə daha yaxşı olur. Fərqli növ meyvələrdən alıb bişirirəm. Və yaxud da belə soyuq şəkildə hazırlayıram. Bu dəfə hazırlayanda istədim ki, onu sizinlə də paylaşım. Kim hazırlamaq istəyirsə, hazırlasın. Baxın, bu şəkildə sərirəm və quruduram. Artıq qırmızı qarağat meyvələri quruyub, tam qurumalıdır. Yaş olmamalıdır. Çünki yaş olanda bu mürəbbəni xarab edir. Mən onun içərisində düzdür, meyvəni alanda hamısı saf idi. Lakin çox yetişmiş meyvələr əziliblər, yuyanda əziliblər. Həmin əzilmiş meyvələri təmizləyirəm. Meyvələri təmizləyirəm. Mən artıq onların bir hissəsini götürmüşəm. Burada bir-iki əzilmiş meyvələr qalıb. Mən onları indi təmizlədikcə də onları əzilmiş meyvələri təmizləyirəm. Lakin onları atmıram. İftara çox dadlı, başqa meyvələr də əlavə edib çox dadlı kompot hazırlayacağam. Bir-bir həmin salxımları götürüb təmizləyirəm, dənələyirəm. Belə bir ləyənin içərisinə tökürəm.
salxımlarından ayırıram. Salxımdan təmizlədikcə əzilmiş meyvələri yenə ayırıram. Ancaq saf meyvələri tökürəm leğenin içərisinə. Hazırlamaq üçün ancaq saf meyvələri ayırıram. Bu şəkildə bütün qarağatları saplaqlarından təmizləyib, dənələyib leğenin içərisinə tökürəm. Artıq bütün meyvələri saplaqlarından təmizlədik, gördüyünüz kimi dənələdik. Əzilmiş meyvələri də bir kənara yığdıq. Saplaqları da buradadır. İndi biz bu əzilmiş meyvələri kompotun içərisinə əlavə edəcəyik. Baxın, dediyim kimi həmin meyvələri kompotun içərisinə əlavə edirəm. İftara çox dadlı kompot hazırlayırıq. Artıq biz qarağatları qurutmuşuq, gilələyib hazırlamışıq. İndi növbəti mərhələ onu xırdalanmalıyıq. Bunun üçün kokteyl hazırladığımız xırdalacıdan istifadə edirik. Məqsəd xırdalamaqdır. Əgər sizdə belə xırdalayıcı yoxdursa, blenderla da xırdalaya bilərsiniz. Xırdalayıcının içərisinə az tökürük. Və qapağını bağlayıb işə salırıq. Baxın, bu şəkildə püre halına salırıq. Həlim halına, yəni. Meyvənin bir hissəsini belə xırdaladığından sonra boşaldırıq bir leğenin içərisinə ki, yer boşalsın. Qalan hissəsini də xırdalayaq. Baxın, belə bir həlim alınır. Yenidən yerləşdiririk. Meyvənin digər hissəsini tökürük. Çox sağlıqlı mürəbbədir. Bişmiş mürəbbədən fərqli olaraq tərkibində vitaminlər qalır. İmmuniteti gücləndirir. Qışda çox faydalıdır. Hərarət salıcı, yüngül ağrı kəsici xüsusiyyəti var. Və yenidən qapağını bağlayıb qalan hissəsini çəkirik. Meyvələrin qalan hissəsində xırdalayandan sonra onu da leğenin içərisinə tökürük. Gördüyünüz kimi qırmızı qarağatın tərkibində pektinin miqdarı çoxdur. Ona görə də bu hələ şəkər əlavə olunmamışdan da qatılaşma verir. Gördüyünüz kimi artıq bərkiyib. Bu jeli şəklində olur, bərkiyir. Xırdaladığımıza görə növbəti mərhələdə onu tumlarından ayırmalıyıq. Bunun üçün mən onu aş süzənin deşikləri çox iri olduğundan tumlar da keçir. Ona görə də mən belə bir süzgəcdən süzgəc bir qədər deşikləri iridir. Ona görə də lakin tumlar keçir. Ondan keçirirəm. Bu şekilde bir taxta qaşıqla keçirdirəm, tumlarından ayırıram. Gördüyünüz kimi artıq mən onu keçirdim. Lakin
tam da keçirmək olmur. Yəni tərkibində hələ də suyu qalır. Ona görə də nə qədər bacardım, o qədər keçirdim və bir qabın içərisinə yığıram. Və digər hissəsini də eyni qaydada keçirdirəm. Ancaq fikir verirsinizsə, mənim süzgəcim dediyim kimi bir qədər iri, dəlikləri iridir. Xırda olanda o çətinlik yaradır keçirmək. Düzdür, bir qədər əziyyətlidir. Yəni ki, bunu bir keçirmək əziyyətlidir. Ancaq çox dadlı, vitaminli mürəbbəsi olur. Ona görə də bu əziyyəti sizə unutturacaq. Əgər istəmirsinizsə, tumu sizi qane edirsə, elə bu formada tumlu da saxlaya bilərsiniz. Və yaxud da bunu ət çəkən maşından keçirdə bilərsiniz. Əgər blenderiniz, kokteyl maşınınız yoxdursa, ət çəkən o şərtlə ki, onu ətə vurmayasınız. Ətə vurmusunuzsa da sterilizə edəsiniz ki, təmiz olsun. Çünki ətdə mikroblar olur, onda meyvələri çəkmək olmaz. Mən məsəl üçün qarı qarağatı eləyəndə onu qarı qarağatı blenderla eləyirəm, əzirəm, əl blenderla. Ancaq bunu bir də çay tikanını kokteyl maşınına əzirəm. Mən çəkdiyim bütün meyvə həlimini süzgəcdən keçirdim, tumlarından təmizlədim. Süzgəcin altını belə spatula ilə təmizləyirəm. Yəni dediyim kimi bacardığımız qədər bu süzgəcdən keçirdirik. Və artıq bıçaqlarımı qabın içərisinə yığıram. Baxın, indi mən həmin bıçaqları bir tənzifin içərisinə tökürəm. Tənzifi açmışam, 2 qat eləmişəm. Tənzifin içərisinə tökürəm və bu şəkildə, yəni əlimlə sıxıram. Əllərimi təmiz yumuşam. Görürsünüz, nə qədər suyu çıxdı. Bunu biz süzgəcdən yaxşı keçirdə bilmirik. Ona görə də ikinci dəfə tənzifdən sıxırıq. İndi çoxlarınız, bəziləriniz deyəcəksiniz ki, bu nədir, çətindir, bu qədər əziyyətliyə qatlaşmalıyıq. Əgər belə deyənlər varsa, onda tumlu da hazırlaya bilərsiniz. Lakin bizdə tumlu yeyilmədiyindən, tumun bizi narahat elədiyindən, həm də biz bunu şirniyyatların içərisində də istifadə edirik. Ruletin içərisinə vururuq. Ona görə də tumunu təmizləyirik. Əgər kimsə də belə tumsuz istəyirsə, onda əziyyətə qatlaşmalıdır. Baxın, bu şəkildə xırda tənzifin içərisinə tökürəm və sıxıram. Baxın, nə suyu tənzifdən çıxandan sonra da nə suyu çıxıbsa, onu da həlimin üzərinə əlavə edirik. Baxın, bu qaydada qırmızı qarağat həlimini bıçağından təmizləyirik. Bu da bıçağı. İndi biz onun şəkər tozunu əlavə edib sterilizə etdiyimiz bankalara yığmalıyıq. Mən əvvəldə də dediyim kimi meyvəni kilo yarım almışdım. Saplaqlarını, əzilmiş meyvələri təmizlədim. Sonra da bıçağını təmizlədik. İndi təxminən 300 qramda bunlara çıxdı. Təxminən 1 kilo 200 qram qalar. Buna 1 kilo 200 qramda şəkər tozu əlavə edirik. Mənim bağlamada 1 kilo 200 qramdır.
Şimdi onu şeker tozunun üzerine əlavə edirəm. Xırda əlavə edib qarışdırırıq. Şimdi görürsünüz. Mən həm qırmızı qarağatı, həm də qara qarağatı hazırlayanda soyuducuda saxlayıram. Nə qədər ki istilərdir, onu sərin yerdə saxlamaq lazımdır. Soyuducuda çox yaxşı qalır. Həm qara qarağat, həm də qırmızı qarağat mən illərdir hazırlayırıq. Çox bəyənirik. Artıq şəkər tozunu da əlavə etdiyimizə görə biz onu sterilize ettiğimiz bankalara doldurup soyuducuya qoya bilərik. Bunun üçün bankaları dediyim gibi sterilize etmişəm əvvəlcədən, qapaqlarını, özlərini bankalara doldururuq. Baxın, mən onu bankalara doldurdum, artıq axırıdır. Bankalara doldurandan sonra üzərindən şeker tozu səpirəm. Bunu siz səpməyə də bilərsiniz. Ancaq biz həmişə belə öyrəşmişik, həmişə səpirik. Əgər siz bizim keçən paylaşdığımız qara qarağatdan soyuq mürəbbəyə baxmısınızsa, orada da səpirik. Bu şəkildə üzərinə biraz şeker tozu səpib qapağını möhkəm bağlayırıq. Bunu dediyim kimi sərin yerdə, əgər sizin sərin zirzəminiz varsa, orada da saxlaya bilərsiniz və yaxud da soyuducuda. İstilər keçənə qədər soyuducuda saxlayın, sonra həyətdə və ya balkonda, dolabda saxlaya bilərsiniz. Mən indi sizə bundan əvvəl hazırladığım qırmızı qarağatdan soyuq mürəbbəni göstərmək istəyirəm. Gördüyünüz kimi bir qədər hazırlamışdım, lakin onu hazırlayanda çəkilişə fürsət olmadı. Mən də onu sizə göstərmək istəyirəm, qatılığını necə olur. Baxın, bu qatılıqda alınır. Baxın, bu formada, yəni jele formasında olur. Bunu daha da qatılaşdırmaq üçün biz buna agar əlavə edib tortlarda da istifadə edirik. Baxın. Qatılığı yəni bu qədər olur. Bundan qatı olmur. Bu qaydada. Bu da mənim hazırladığım qırmızı qarağatdan soyuq mürəbbə idi. Sizə də məsləhət görürəm. Hazırlayın, peşman olmazsınız. Əgər mənim hazırladığım mürəbbəni bəyəndinizsə, bu videonu like etməyi, kanalımıza abunə olmağı da unutmayın. Siz də hazırlayın, qışa tədarük görün, nuş olsun.